Rafiq Musaoğlu Məmməd Həsənov ikinci dərəcəli əmək ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası avtobus marşrutları və metroda sərnişin daşıma üzrə yeni tariflər müəyyən edib. Belə ki, oktyabrın 1-dən Bakı metrosunda və şəhər daxili, rayon daxili, qəsəbələr arası və şəhər ətrafı avtobus marşrutlarında gediş haqqının aşağı həddi 60 qəpik olacaq. Əməkdar artist Cabir İmanov 49 yaşında dünyasını dəyişib. O bugün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib və vəfat edib. Ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində dəyişiklik edilməyib, artım yoxdur. Bu barədə bizim mediaya Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Qəzza zolağının şimalında yerləşən Beyt Hanun şəhəri yer üzündən silinib. İsrail ordusunun intensiv hava və artilleriya zərbələri nəticəsində şəhər tamamilə yerlə yeksan edilib.